Geyim dizayn sayesinde kompüter əsaslı proqramlar dizaynerlərə qəlibləri parçanın hərəkətini və uyğunluğunu simulyasiya etmək, həmçinin istehsal üçün lazım olan faylları hazırlamaq üçün istifadə etmək olur. Kompüterdə qəlib dizaynı həm vaxt, həm də material itkisini azaldır, həm də daha innovativ və funksional geyimlər hazırlamasına şərait yaradır. Kompüterdə geyim qəlibləri üçün proqramlara aşağıdakılar aiddir. NanoCAD SAD interfeysi ilə 2D qəliblərin hazırlanmasına təmin edir. AutoCAD qəliblərin dəqiq ölçülü dizaynı üçün peşkar CAD proqramıdır. Kompas 3D modellər üzərində qəliblərin vizualyasiyasını edir. Valentina açıq mənbəli proqram geyim qəliblərini ölçülü rahat şəkildə edir. Redcafe geyim dizaynı və qəlib hazırlığı üçün istifadəsi asan proqramdır. Kesici proqram qəliblərin kəsim planlarını hazırlayır və istehsala hazır vəziyyətə gətirir. Optitex 2D və 3D əsaslı qəlib dizaynı və simulyasiya üçün güclü proqramdır. Lego qəlib hazırlığı və parçaların kəsimi üçün nəzərdə tutulub. CAD Graphics peşəkar dizaynerlər üçün qəliblərin kompüterdə hazırlanması proqramdır. CAD Assist geyim sənayesində qəliblərin hazırlanması və istehsal planlarının yaradılması üçün istifadə olunur. Geyim dizayn sayəsində kompüter əsaslı proqramlar dizaynerlərə qəlibləri sürətli, dəqiq və effektiv şəkildə yaratmağa imkan verir. Bu proqramlar qəliblərin ölçülərini düzgün göstərmək, müxtəlif modellər üçün formalar hazırlamaq, parçanın hərəkətini və uyğunluğunu simulyasiya etmək, həmçinin istehsal üçün lazım olan faylları hazırlamaq üçün istifadə etmək olur. Kompüterdə qəlib dizaynı həm vaxt, həm də material itkisini azaldır, həm də daha innovativ və funksional geyimlərin hazırlamasına şərait yaradır. Kompüterdə geyim qəlibləri üçün proqramlar aşağıdakılardır. NanoCAD SAD interfeysi ilə 2D qəliblərin hazırlanmasına təmin edir. AutoCAD qəliblərin dəqiq ölçülü dizayn üçün peşkar CAD proqramdır. Kompas 3D modellər üzərində qəliblərin vizualyasiyasını edir. Valentina açıq mənbəli proqram geyim qəliblərini ölçülü rahat şəkildə edir. Redcafe geyim dizaynı və qəlib hazırlığı üçün istifadəsi asan proqramdır. Kesici proqram qəliblərin kəsim planlarını hazırlayır və istehsala hazır vəziyyətə gətirir. Optitex 11 2D və 3D əsaslı qəlib dizaynı və simulyasiya üçün güclü proqramdır. Lego qəlib hazırlığı və parçaların kəsimi üçün nəzərdə tutulub. CAD Graphics peşəkar dizayner üçün qəliblərin hazır kompüterdə hazırlanması proqramıdır. CAD Assist geyim sənayesində qəliblərin hazırlanması istehsal planının yaradılması üçün istifadə olunur. NanoCAD proqramlarının istifadəsi. Geyim sənayesində qəliblərin hazırlanması prosesinin ən vaciblərindən biridir. Qəlib geyim parçalarının kəsilməsi üçün istifadə olunan dəqiq ölçü şablonudur və geyimin düzgün oturması, forması və görünüşü üçün önəmlidir. Müasir dövrdə bu proses əl üsulu ilə deyil, kompüter proqramları vasitəsilə həyata keçirmək daha sürətli və effektivdir. Bu baxımdan NanoCAD proqramı geyim qəliblərinin hazırlanmasında geniş istifadə olunur. NanoCAD proqramının üstünlükləri: istifadə rahatlığı. NanoCAD interfeysi sadə və intuitivdir. Bu da yeni başlayan istifadəçilər üçün öyrənməyi asanlaşdırır. Dəqiqlik. Qəliblərin ölçülməsi dəqiq şəkildə proqramda müəyyən edilə bilir və ölçü xətaları minimuma endirilir. Çevik dizayn imkanları. Qrafik alətlər vasitəsilə müxtəlif geyim modellərinin qəlibləri rahatlıqla çəkilə bilər. Format uyğunluğu. Hazırlanan qəliblər müxtəlif formatlarda saxlanıla bilər və kəsim maşınına ötürülə bilər. Geyim qəliblərinin hazırlanma prosesi. Əsas ölçülərin daxil edilməsi. İlk olaraq istifadəçinin bədən ölçülərini və modelin detalları NanoCAD-a daxil edilir. Qəlbin eskizinin çəkilməsi. Proqramın xətt, polilin və əyri alətləri ilə geyim parçalarının əsas konturu çəkilir. Detalların əlavə edilməsi. Qol, yaxa, ətək və digər hissələr üçün əlavə konturlar hazırlanır. Düzəlişlər və optimizasiya. Qəlib üzərində ölçü dəyişiklikləri, əlavə tikiş xəttləri və tikiş payları əlavə olunur. Saf və kəsim üçün hazırlıq. Hazır qəliblər PDF və ya DXV formatında saxlanılaraq printer və ya kəsim maşını üçün hazırlanır. İstifadə sahələri. NanoCAD proqramı yalnız geyim dizayneri üçün deyil, həm tekstil istehsalçıları, kiş otelyeləri və moda şirkətləri üçün qəlib hazırlama prosesini sürətləndirmək və standartlaşdırmaq üçün istifadə olunur. Geyim sənayesində qəliblərin hazırlanması prosesinin ən vaciblərindən biridir. NanoCAD proqramının istifadəsi. Geyim sənayesində qəliblərin hazırlanması prosesinin ən vaciblərindən biridir. Qəlib geyim parçalarının kəsilməsi üçün istifadə olunan dəqiq ölçü şablonudur və geyimin düzgün oturması, forması və görünüşü üçün önəmlidir. Müasir dövrdə bu proses əl üsulu ilə kompüter proqramları vasitəsilə həyata keçirmək daha sürətli və effektivdir. Bu baxımdan NanoCAD proqramı geyim qəliblərinin hazırlanmasında geniş istifadə olunur. NanoCAD proqramının üstünlükləri. İstifadə rahatlığı. NanoCAD interfeysi sadə və intuitivdir. Bu da yeni başlayan istifadəçilər üçün öyrənməyi asanlaşdırır. Dəqiqlik. Qəliblərin ölçüləri dəqiq şəkildə proqramda müəyyən edilə bilir və ölçü xətaları minimuma endirilir. Çevik dizayn imkanları. Qrafik alətlər vasitəsilə müxtəlif geyim modellərinin qəlibləri rahatlıqla çəkilə bilər. Format uyğunluğu. Hazırlanan qəliblər müxtəlif formatlarda saxlanıla bilər və kəsim maşınına ötürülə bilər. Geyim qəliblərinin hazırlanma prosesi. Əsas ölçülərin daxil edilməsi. İlk olaraq istifadəçinin bədən ölçüləri və modelin detalları NanoCAD-a daxil edilir. Qəlbin eskizinin çəkilməsi. Proqramın xətt, polilin və əyri alətləri ilə geyim parçalarının əsas konturu çəkilir. Detalların əlavə edilməsi. Qol, yaxa, ətək və digər hissələr üçün əlavə konturlar hazırlanır. Düzəlişlər və optimizasiya. Qəlib üzərində ölçü dəyişiklikləri, əlavə tikiş xəttləri və tikiş payları əlavə olunur. Saf və kəsim üçün hazırlıq. Hazır qəliblər PDF və ya DXV formatında saxlanılaraq printer və ya kəsim maşınları üçün hazırlanır. İstifadə sahələri. NanoCAD proqramı yalnız geyim dizaynları üçün deyil, həm də tekstil istehsalçıları, tikiş atelyeləri və moda şirkətləri üçün qəlib hazırlama prosesini sürətləndirmək standartlaşmış istifadə olunur. AutoCAD proqramında istifadə. Geyim dizayn sayəsində texnologiyanın inkişafı ilə kompüter proqramlarına istifadə getdikcə önəmli rol almağa başlayır. Bu proqramlardan biri də AutoCAD proqramıdır. Bu əsasən mühəndislik, memarlıq üçün tanınsa da, geyim dizaynında qəliblərin naxışlarının və ölçülərin dəqiq hazırlanmasına geniş tətbiq olunur. AutoCAD geyim dizaynında bir neçə əsas funksiyaya malikdir. İlk növbədə proqram vasitəsilə geyimlərin əsas ölçü qəlibləri dəqiq ölçülərlə hazırlanır ki, bu da sənaye istehsalı üçün çox önəmlidir. Hər bir hissənin uzunluğu, eni və digər ölçüləri rəqəmsal olaraq təyin olunduğu üçün səhv ehtimalı minimuma endirilir. Proqram həmçinin dizaynerə məhsulun son görünüşünü vizual olaraq görməyə imkan verir. Hazırlanmış qəliblər və modellər, qatlar və rənglər vizuallaşdırıla bilər. Əgər dizayna dəyişiklik etmək lazım olsa, AutoCAD-da düzəlişlər asanlıqla aparılır ki, bu da kağız ilə düzəliş etməyə nisbətən daha sürətlidir və daha da az səhv ehtimal yaradır. AutoCAD-da hazırlanmış fayllar rəqəmsal şəkildə saxlanılır və gələcək layihələr üçün asanlıqla istifadə oluna bilər. Dizaynerlər 2D dizayn və qəlib hazırlığının ölçü cədvəllərinin əlavə edilməsini və geyim üzərindəki naxışa dekorativ elementlərin çəkilməsini bu proqram vasitəsilə həyata keçirilir. Geyim dizayn sayəsində texnologiyanın inkişafı ilə kompüter proqramlarının istifadə getdikcə önəmli rol oynamağa başlayıb. Bu proqramlardan biri də AutoCAD proqramıdır. Bu əsasən mühəndislik, memarlıq üçün tanınsa da, geyim dizaynında qəliblərin, naxışların və ölçülərin dəqiq hazırlanmasının geniş tətbiq olunur. AutoCAD geyim dizaynında bir neçə əsas funksiyaya malikdir. İlk növbədə proqram vasitəsilə geyimlərin əsas ölçü qəlibləri dəqiq ölçülərlə hazırlanır ki, bu da sənaye istehsalı üçün çox önəmlidir. Hər bir hissənin uzunluğu, eni və digər ölçüləri rəqəmsal olaraq təyin olunduğu üçün səhv ehtimalı minimuma endirilir. Proqram həmçinin dizaynerə məhsulun son görünüşünü vizual olaraq görməyə imkan verir. Hazırlanmış qəliblər və modellər, qatlar və rənglər vizuallaşdırılıb bilər. Əgər
dizaynda dəyişiklik etmək lazım olsa, AutoCAD-da düzəlişlər asanlıqla aparılır ki, bu da kağız ilə düzəliş etməyə nisbətən daha sürətlidir və daha az səhv ehtimalı yaradır. AutoCAD-da hazırlanmış fayllar rəqəmsal şəkildə saxlanılır və gələcək layihələr üçün asanlıqla istifadə oluna bilər. Dizayn ilə 2D dizayn və qəlb bazarlığının ölçü cədvəllərinin əlavə edilməsini və geyim üzərindəki naxış və dekorativ elementlərin çəkilməsini bu proqram vasitəsilə həyata keçirilir. Kompas 3D proqramının istifadəsi. Kompas 3D mühəndislik və texniki sertifikat üçün nəzərdə tutulmuş CAD proqramıdır. Bu proqram əsasən mexaniki və sənaye dizaynında istifadə olunsa da, onun dəqiq ölçüm və modelləşdirmə imkanları geyim qəlblərinin hazırlanmasında tətbiq oluna bilər. Xüsusilə peşəkar və texniki yanaşma tələb olunan hallarda Kompas 3D proqramı effektiv nəticə verir. Proqramın üstünlükləri: Kompas 3D yüksək dəqiqliklə işləməyə imkan verir. Ölçülərin millimetr dəqiqliyi ilə qurulması geyim qəlblərinin düzgün hazırlanmasına şərait yaradır. Proqram 2D sertifikat və 3D modelləşdirmə funksiyalarına malikdir. Bu isə həm düz qəlblərin çəkilməsi, həm də modelin həcmi formasının vizual şəkildə saxlanması üçün əlverişlidir. Bundan əlavə qatlar sistemi vasitəsilə əsas kontur, tikiş payı və konstruktiv xəttlər ayrı-ayrılıqda işləmək mümkündür. Geyim qəlbinin hazırlanma mərhələləri. İlk mərhələdə bədən ölçüləri əsasında əsas konstruksiya qurulur. Proqramın xətt, dairə və əyri ölçü alətlərini istifadə etməklə ön və arxa hissə, qol və digər detallar çəkilir. Daha sonra tikiş payları əlavə edilir və texniki ölçülər qeyd olunur. Qəlb üzərində dəyişikliklər etmək asandır. Ölçülər redaktə edilə və forma yenidən qurula bilər. Hazır sənəd müxtəlif formatlarda saxlanılaraq çap üçün və istehsal proqramına ötürülə bilər. Bunda da tekstdə sayəsində rol. Kompas 3D xüsusilə texniki geyimlərin və xüsusi konstruksiyalı modellərin hazırlanmasına faydalıdır. Proqram üzərində yalnız vizual deyil, eyni zamanda konstruktiv baxımdan da düzgün model qurmağa imkan verir. Bu isə istehsal zamanı ölçü səhvlərinin qarşısını alır və vaxta qənaət edir. Kompas 3D proqramının istifadəsi. Kompas 3D mühəndislik və texniki sertifikat üçün nəzərdə tutulmuş CAD proqramıdır. Bu proqram əsasən mexaniki və sənaye dizaynında istifadə olunsa da, onun dəqiq və ölçü modelləşmə imkanları geyim qəlblərinin hazırlanmasında tətbiq oluna bilər. Xüsusilə peşəkar və texniki yanaşma tələb olunan hallarda Kompas 3D proqramı effektiv nəticə verir. Proqramın üstünlükləri: Kompas 3D yüksək dəqiqliklə işləməyə imkan verir. Ölçülərin millimetr dəqiqliyi ilə qurulması geyim qəlblərinin düzgün hazırlanmasına şərait yaradır. Proqram 2D sertifikat və 3D modelləşdirməyə funksiyalarına malikdir. Bu isə həm düz qəlblərin çəkilməsi, həm də modelin həcmi formasının vizual şəkildə baxılması üçün əlverişlidir. Bundan əlavə qatlar sistemi vasitəsilə əsas kontur, tikiş payı və konstruktiv xəttləri ayrı-ayrı işləmək mümkündür. Geyim qəlblərinin hazırlanma mərhələləri. İlk mərhələdə bədən ölçüləri əsasında əsas konstruksiya qurulur. Proqramın xətt, dairə, əyri və ölçü alətlərindən istifadə etmək, ön və arxa hissə, qol, digər detallar çəkilir. Daha sonra tikiş payları əlavə edilir və texniki ölçülər qeyd olunur. Qəlb üzərində dəyişikliklər etmək asandır. Ölçülər redaktə edilə və forma yenidən qurula bilər. Hazır sənəd müxtəlif formatlarda saxlanılaraq çap üçün və istehsal proqramına ötürülə bilər. Moda və tekstdə sayəsində rol. Kompas 3D xüsusilə texniki geyimlərin, forma geyimlərin və xüsusi konstruksiyalı modellərin hazırlanmasında faydalıdır. Proqram dizaynında yalnız vizual deyil, eyni zamanda konstruktiv baxımdan düzgün model qurmağa imkan verir. Bu isə metal zamanı ölçü səhvlərinin qarşısına və vaxta qənaət edir. Valentina proqramının istifadəsi. Valentina geyim qəlblərinin hazırlanması üçün nəzərdə tutulmuş açıq mənbəli open source kompüter proqramdır. Bu proqram xüsusilə konstruksiya əsaslı qəlib qurmaq istəyən dizaynerlər və modellərlər üçün çox əlverişlidir. Valentina proqramı ölçüləri əsaslanan riyazi hesablamalarla işləyir və qəliblərin avtomatik qurulmasına imkan verir. Valentina proqramının əsas üstünlüyü onun dəqiqliyidir. Burada qəlib nöqtələri xüsusi düsturlar və ölçülər əsasında qurulur. İstifadəsi əvvəlcə bədən ölçüsünü sistemə daxil edir. Daha sonra proqram həmin ölçülərə uyğun olaraq əsas konstruksiyanı formalaşdırır. Bu isə R üsulu ilə qurulan qəliblərə nisbətən daha az xəta ehtimalı yaradır. Proqramın xətt, əyri nöqtə və ölçü alətləri vasitəsilə ön və arxa hissə, qol, yaxa, ətək və digər detallar hazırlanır. Ən önəmli xüsusiyyətlərdən biri odur ki, ölçülərdə dəyişikliklər edildikdə qəlib avtomatik yenilənir. Bu xüsusilə fərdi sifarişdə işləyən dizaynerlər və dizaynerlər üçün böyük üstünlükdür. Valentina proqramı həm 2D mühitdə işləməyə imkan verir, həm də hazır qəlblər üçün çap üçün PDF formatında saxlamağa şərait yaradır. Bundan əlavə tikiş payları ayrıca əlavə edilir və texniki qeydlər yazıla bilər. Qatlar sistemi vasitəsilə konstruktiv xəttlər və əsas kontur fərqli şəkildə idarə olunur. Valentina proqramının istifadəsi. Valentina geyim qəlblərinin hazırlanması üçün nəzərdə tutulmuş açıq mənbəli kompüter proqramdır. Bu proqram xüsusilə konstruksiya əsaslı qəlib qurmaq istəyən dizaynerlər və modellərlər üçün çox əlverişlidir. Valentina proqramı ölçüləri əsaslanan riyazi hesablamalarla işləyir və qəlblərin avtomatik qurulmasına imkan yaradır. Valentina proqramının əsas üstünlüyü onun dəqiqliyidir. Burada qəlib nöqtələri xüsusi düsturlar və ölçülər əsasında qurulur. İstifadəçi əvvəlcə bədən ölçüsünü sistemə daxil edir, daha sonra proqram həmin ölçülərə uyğun olaraq əsas konstruksiyanı formalaşdırır. Bu isə əl üsulu ilə qurulan qəlblərə nisbətən daha az xəta ehtimalı yaradır. Proqramda xətt, əyri nöqtə və ölçü alətləri vasitəsilə ön və arxa hissə, qol, yaxa, ətək və digər detallar hazırlanır. Ən önəmli xüsusiyyətlərdən biri odur ki, ölçülərdə dəyişikliklər edildikdə qəlib avtomatik yenilənir. Bu xüsusilə fərdi sifarişdə işləyən dərzlər və dizaynerlər üçün böyük üstünlükdür. Valentina proqramı həm 2D mühitdə işləməyə imkan verir, həm də hazır qəlblər çap üçün PDF formatında saxlamağa şərait yaradır. Bundan əlavə tikiş payları ayrıca əlavə edilir və texniki qeydlər yazıla bilər. Qatlar sistemi vasitəsilə konstruktiv xəttlər və əsas kontur fərqli şəkildə idarə edilir. Kompüterdə geyim qəlblərinin hazırlanmasına Redcafe proqramı. Redcafe proqramı geyim qəlblərinin kompüter vasitəsilə hazırlanması üçün nəzərdə tutulmuş CAD proqramıdır. Bu proqram əsasən fərdi tikiliş, kiçik kateqoriyaları və tədris məqsədləri üçün geniş istifadə olunur. Redcafe proqramında əsas baza qəlblər qurulur, ölçülər daxil edilir, avtomatik konstruksiya aparılır, qəliblərdə dəyişiklik və modelləşdirmə edilir, ölçülərə uyğun radiasiya həyata keçirilir. Çap üçün qəlbin hazırlanması mümkündür. Bu proqram geyim konstruktorlarının işini sürətlənir və dəqiqliyini artırır. Kompüterdə geyim qəlblərinin hazırlanmasına Redcafe proqramı. Redcafe proqramı geyim qəlblərinin kompüter vasitəsilə hazırlanması üçün nəzərdə tutulmuş CAD proqramıdır. Bu proqram əsasən fərdi tikiliş, kiçik kateqoriyaları və tədris məqsədləri üçün geniş istifadə olunur. Redcafe proqramında əsas baza qəlblər qurulur, ölçülər daxil edilir, avtomatik konstruksiya aparılır, qəlblərdə dəyişikliklər, modelləşdirmə aparılır, ölçülərə uyğun radiasiya həyata keçirilir, çap üçün qəlblərin hazırlanması mümkündür. Bu proqram geyim konstruktorlarının işini sürətlənir və dəqiqliyini artırır. Kəsir proqramı. Kəsir proqramı geyim istehsalında parçaların optimal yerləşdirilməsi və kəsim planının hazırlanması üçün istifadə olunan proqram təminatıdır. Bu tip proqramlar marker, parça üzərində qəlblərin yerləşdirilməsi, sxemlərin hazırlanmasını təmin edir. Əsas funksiyalar parça sərfinin hesablanması, qəlblərin avtomatik və ya əl ilə yerləşdirilməsi, parça itkisini minimuma endirmək, istehsal üçün kəsim sxeminin hazırlanması. Kəsir proqramları sənaye üstündə tikiş müəssisələrində material qənaətini təmin edir və istehsal səmərəliliyini artırır. Kəsir proqramı. Kəsir proqramı geyim istehsalında parçaların optimal yerləşdirilməsi və kəsim planının hazırlanması üçün istifadə olunan proqram təminatıdır. Bu tip proqramlar marker hazırlanmasını təmin edir. Əsas funksiyalar: parça sərfinin hesablanması, qəlblərin avtomatik və ya əl ilə yerləşdirilməsi, parça itkisini minimuma endirmək, istehsal üçün kəsim sxeminin hazırlanması. Kəsir proqramları sənaye üstündə tikiş müəssisələrində material qənaətini təmin edir və istehsal səmərəliliyini artırır.
OptiText 11 programı. OptiText peşəkar səviyyəli CAD/CAM proqramıdır. Bu proqram iri tikiş fabriklərində və model şirkətlərində istifadə olunur. OptiText proqramının imkanları 2D qəlblərin qurulması və redaksiyası, 3D geyim simulyasiyası, ölçü qradiasiyası, marker hazırlaması və parça sərfinin hesablanması, avtomatik kəsim sistemləri və ilə inteqrasiya. OptiText 11 proqramı istehsal prosesini rəqəmsallaşdırır və məhsulun bazara çıxma müddətini azaldır. OptiText 11 proqramı. OptiText 11 proqramı peşəkar səviyyəli CAD/CAM proqramıdır. Bu proqram iri tikiş fabriklərində və model şirkətlərində istifadə olunur. OptiText proqramının imkanları 2D qəlblərin qurulması və redaksiyası, 3D geyim simulyasiyası, ölçü qradiasiyası, marker hazırlanması və parça sərfinin hesablanması, avtomatik kəsim sistemləri ilə inteqrasiya. OptiText 11 proqramı istehsal prosesini rəqəmsallaşdırır və məhsulun bazara çıxma müddətini azaldır. Lego proqramı. Lego proqramı geyim qəlblərinin kompüter vasitəsilə avtomatik qurulması üçün nəzərdə tutulmuş CAD sistemidir. Bu proqram əsasən konstruktorlar, atelierlər və fərdi sifarişli işləyən mütəxəssislər tərəfindən istifadə olunur. Lego sistemi parametrik konstruksiya prinsipinə əsaslanır, yəni istifadəçi bədən ölçülərini daxil etdikdən sonra proqram həmin ölçülərə uyğun baza qəlbini avtomatik qurur. Proqramın əsas imkanları avtomatik konstruksiya, ölçülərə əsasən baza qəlbinin qurulması, modelləşdirmə, baza qəlbi üzərində fason dəyişikliklərinin edilməsi, qradiasiya, ölçülərin bölünməsi və kiçildilməsi, sap funksiyası, qəlblərin A4 və ya ploter vasitəsilə çap edilməsi, dəqiqlik və sürət, əl ilə qurma ilə müqayisədə daha sürətli və texniki baxımdan dəqiq nəticə. Üstünlükləri istifadə üçün nisbətən sadə interfeys qurulmuş, fərqli və standart ölçülərlə işləmə imkanı, vaxt itkisini azalır, kiçik və asta tikiş müəssisələri üçün əlverişlidir. Lego proqramı qadın kişi oxşar geyimlərin konstruksiyasına istifadə oluna bilər. Xüsusilə fərdi sifariş işləyən konstruktorlar üçün praktik və effektiv vasitə hesab olunur. CAD proqramının mənası. CAD proqramı Computer Aided Design ifadəsinin qısaldılmasıdır və Azərbaycan dilində kompüter dəstəyi ilə layihələndirmə mənası verir. Bu proqramın müxtəlif sahələrdə mühəndislik, memarlıq, müzənnə və sair çertiyojları, texniki rəsmləri, qəlblərin və modellərin kompüter vasitə hazırlaması üçün istifadə olunur. Əsas xüsusiyyətləri texniki rəsmlərin və sxemlərin hazırlanması, dəqiq ölçülərdə işləmə imkanı, 2D və 3D modelləşdirmə, layihələrin redaktə və saxlanması, çap istehsalatı ötürmə imkanı. CAM proqramının mənası. CAD proqramı Computer Aided Manufacturing sözlərinin qısaltmasıdır və Azərbaycan dilində kompüter dəstəkli istehsal mənasını verir. Bu proqramlar hazırlanmış dizayn və qəlblərin kompüter vasitəsilə avtomatik olaraq istehsal prosesinin ötürülməsi və idarə olunması üçün istifadə olunur. Kompüterdə hazırlanmış qəlblər CAM proqramı vasitəsilə kəsmə və istehsal avadanlıqlarını ötürülür. Əsas funksiyalar: parçaların avtomatik kəsilməsi üçün məlumatların azalması, kəsmə maşınlarının idarəsi, material sərfinin optimallaşdırılması, istehsal prosesinin sürətləndirilməsi, dəqiq və keyfiyyətli istehsalın təmin edilməsi. Model sənayesində CAM proqramı və model və tikiş sənayesində CAM proqramı aşağıdakı işlər üçündür: parça üzərində qəlblərin yerləşdirilməsi, avtomatik kəsim maşınlarının idarə olunması, geyim hissələrinin dəqiq kəsilməsi, istehsal vaxtının və material hissəsinin ayarlanması. Qrafik CAD grafis. Grafis geyim sənayesində istifadə olunan peşəkar CAD proqramıdır. Bu proqram geyim qəlblərinin kompüter vasitəsilə hazırlanması və redaktə edilməsi və istehsal hazırlaması üçün istifadə olunur. Əsas funksiyalar: geyim qəlblərinin hazırlanması, qəlblərin ölçüyə uyğun böyüdülməsi və kiçildilməsi, qəlblərin redaktə olunması, marker planının hazırlanması, texniki çertiyojların hazırlanması, qəlblərin çap edilməsi, moda sənayesində qrafis proqramının əhəmiyyəti, qəlblərin dəqiq hazırlanmasını təmin edir, vaxta qənaət edir, material sərfini azaldır, istehsal prosesini sürətləndirir, səhvlərin minimuma endirilməsinə kömək edir. CAD əsas proqramı Almaniya. ASIS-CAD Almaniyada yaradılmış peşəkar CAD proqramıdır və geyim qəlblərinin azalması üçün qradiyasiyası və istehsalı hazırlaması üçün istifadə olunur. Bu proqram Almaniyanın Münhen şəhərində yerləşən ASIS şirkəti tərəfindən hazırlanmışdır və moda sənayesində geniş tətbiq olunur. Proqramın təyinatı: geyimlərin kompüter vasitəsilə konstruksiyanı hazırlamaq və istehsal prosesini hazırlamaq üçün istifadə olunur. Bu proqram vasitəsilə qəlblər tez, dəqiq və avtomatik hazırlanır. Əsas funksiyaları: geyim qəlblərinin hazırlanması, qəlblərin ölçüyə görə böyüdülməsi və kiçildilməsi, qəlb hissələrinin redaktəsi, marker planının hazırlanması, qəlblərin verilənlər bazasında saxlanılması, 2D və 3D sistemlərlə əlaqəli işləmə imkanı. Bu proqram xüsusi smart funksiyalar və avtomatlaşdırma vasitələri ilə iş prosesini sürətləndirir və səhvləri azaldır. Burada da əhəmiyyətli dəqiq və keyfiyyətli qəlb azalma imkanı verir, istehsal vaxtını azaldır, material sərfini optimallaşdırır, dizaynla istehsala qədər bütün mərhələləri birləşdirir. Moda şirkətləri və fabriklərdə geniş istifadə olunur. ASIS sistemi moda və məhsulların hazırlanması istehsalına qədər bütün prosesləri birləşdirən mühüm texnologiyadır. Kompüterdə geyim qəlblərinin hazırlanma proqramlarının istifadəsi. Kompüterdə geyim qəlblərinin hazırlanması üçün xüsusi CAD proqramlarından istifadə olunur. Bu proqramlar geyim konstruksiyasının dəqiq və sürətli peşəkar şəkildə hazırlanmasına imkan verir. Müasir geyim istehsalında bu proqramlar əl üsulu ilə hazırlanan qəlbləri əvəz edir və istehsal prosesini optimallaşdırır. Bu proqramların istifadəsi ilk növbədə əsas ölçülərin daxil edilməsi ilə başlayır. Dizayner və ya konstruktor insan bədəninin ölçülərini proqrama daxil edir və proqram avtomatik olaraq bu ölçülərə uyğun baza qəlbini qurur. Daha sonra istifadəçi modelə uyğun olaraq qəlb üzərində dəyişikliklər edir, xəttləri düzəldir, əlavə hissələr yaradır və konstruktiv elementləri formalaşdırır. CAD proqramları vasitəsilə müxtəlif geyim növləri üçün qəlb hazırlamaq mümkündür. Məsələn, don, köynək, şalvar, pencək və digər geyim üçün ayrı hissələr, ön və arxa hissələr, qol, yaxa və sair kompüterdə asanlıqla qurulur. Proqram həmçinin qəlb hissələrinin ölçüsünü dəyişməyə, müxtəlif ölçülər üçün avtomatik uyğunlaşdırmağa, qəlbləri çap etməyə imkan verir. Bu proqramların digər üstünlüyü qəlblərin saxlanılması və yenidən istifadəsidir. Hazırlanmış qəlblər kompüter yaddaşında saxlanılır və istənilən vaxt yenidən açılıb redaktə edilə bilir. Bu isə vaxt itkisini azaldır və istehsal prosesini sürətləndirir. Bundan əlavə proqramlar parçanın sərfiyyatını hesablamağa və parçanın üzərində qəlblərin optimal yerləşməsini planlaşdırmağa kömək edir. Kompüterdə geyim qəlblər hazırlama proqramlarının istifadəsi dizaynerin işini daha dəqiq, səmərəli və rahat edir. Bu proqramlar müasir moda sənayesində vacib rol oynayan və keyfiyyətli geyim istehsalının əsas texniki vasitələrindən biri hesab edilir. Yeni model dizayn etmək üçün faylın yaradılması. Yeni model dizayn etmək üçün kompüter proqramında ilk növbədə yeni fayl yaradılır. Bu fayl modelin bütün konstruktiv məlumatlarını, ölçülərini və qəlb hissələrini özündə saxlayan əsas sənəd hesab olunur. Faylın yaradılması dizayn prosesinin başlanğıc mərhələsidir və bütün sonrakı əməliyyatlar bu fayl üzərində aparılır. Yeni fayl yaratmaq üçün proqramın əsas menüsünə yeni fayl əmri seçilir. Bu zaman istifadəçi layihənin adını, saxlama yerini və ölçü vahidlərini müəyyən edir. Fayla düzgün ad verilməsi vacibdir, çünki bu modelin sonradan asan tapılmasına və arxivləşdirilməsinə kömək edir. Fayl yaradıldıqdan sonra baza qəlblərinin qurulması mərhələsi başlayır. İstifadəçi insan bədəninin əsas ölçülərini daxil edir və proqram ölçülərə uyğun baza konstruksiyasını avtomatik yaradır.
Daha sonra dizayner modelin xüsusiyyətlərinə uyğun olaraq xətləri dəyişir, yeni detallar əlavə edir və modelin formasını hazırlayır. Yeni model faylında hər bir hissə ayrıca saxlanılır. Məsələn, ön hissə, arx hissə, qol, yaxa və digər detallar ayrı-ayrı elementlər kimi yaradılır. Bu model üzərində dəqiq işləmək və lazım olduqda hər bir hissəni ayrıca imkan verir. Faylın yaradılması zamanı istifadəçi əlavə parametrləri təyin edə bilər. Bunlara tikiş payları, kəsim xətləri, işarələr və texniki qeydlər də daxil edilir. Bu məlumatlar geyim hazırlaması üçün vacibdir və istehsal prosesini asanlaşdırır. Beləliklə, yeni model dizayn etmək üçün faylın yaradılması kompüterdə geyim konstruksiyasının əsas mərhələsidir. Bu mərhələ modulun düzgün yazılması, saxlanması və gələcək istifadəsini təmin edir. Adobe Illustrator bu hansı proqramdır? Adobe Illustrator vektor qrafikası əsasında işləyən peşəkar dizayn proqramıdır. Bu proqram Adobe şirkəti tərəfindən hazırlanmışdır və qrafik dizaynı, moda, reklam və poliqrafiya sahələrində geniş istifadə olunur. Illustrator proqramda yaradılan şəkillər vektor qrafikası ilə qurulur. Bu deməkdir ki, xəttlər, formalar yazı dəqiqliklə yaradılır və ölçü dəyişiklikdə keyfiyyət itmir. Buna görə də proqram loqo, emblem, afişa, texniki təsvir, geyim eskizinin hazırlaması üçün çox əlverişlidir. Moda dizayn sahəsində Adobe Illustrator əsasları geyim eskizlərinin çəkilməsi, texniki təsvirlərin yazılması, konstruktiv xətlərin çəkilməsi, aksesuar və dekor elementlərin dizaynı üçün istifadə olunur. Proqramın müxtəlif fəaliyyətləri xətt çəkmə, forma yaratma, rəngləmə, ölçü vermə, metnin əlavə etmə. İstifadəçi istənilən elementi asanlıqla redaktə edə bilər, dəyişə bilər. Beləliklə Adobe Illustrator yüksək dəqiqliklə qrafik dizaynı proqramıdır və bu moda dizayn sahəsində vacib proqramlardan biri hesab olunur. Vektor qrafikası nədir? Geyim qəlblərinin kompüterdə hazırlanmasının əsasında vektor qrafikası dayanır. Qrafika iki növə bölünür. Rast piksellərdən ibarət vektor. Vektor qrafikası piksellərdən deyil, riyazi düsturlar əsasında qurulan nöqtə və ölçü xəttlərdən ibarətdir. Sonsuz miqyaslanma vektor təsvirinin nə qədər vektor qrafikasının əsas xüsusiyyətləri. Sonsuz miqyaslanma vektor təsvirini nə qədər böyütsəniz də kəsim kənarları həmişə kəskin və hamar qalır. Çünki kompüter hər dəfə təsviri yenidən hesablayaraq çəkir. Kiçik fayl ölçüsü. Təsvirdəki hər bir pikselin rəngini yadda saxlamaq əvəzinə yalnız riyazi koordinatları yadda saxladığı üçün fayllar çox yüngül olur. Asan redaktör. Hər bir xətt fiqur ayrı bir obyekt sayılır. Buna görə də bir obyektin rəngini və ya formasını digərlərinə toxunmadan asanlıqla dəyişmək mümkündür. Harda istifadə olunur? Vektor qrafikası detalların dəqiqliyi və vacib olan sayılarda əvəz edilməzdir. Loqo dizayn. Loqonun həm vizit kartda, həm də nəhəng bir reklam üzərində eyni dərəcədə keyfiyyətli görünməsi üçün mütləq vektor formalarında olmalıdır. Texniki çizimlər və sxemlər. Memari və mühəndislik layihələri, mətbə işləri, broşurlar və kitab təqdimatı.